bütün kəşfiyyətimi tutdu bu Lara Piano ayaqqabı. Hamı onu paylaşır, amma mən onu göstərmirəm. Lara Piano lazım deyil bizə. Bizə öz yerli istehsalımız olan, ona bənzər Freres ayaqqabılar lazımdır ki, hansı ki bunlar hamısı yerli istehsaldır, öz istehsalımız. Və 100 dənə Lara Pianoya dəyər ha. Yəni hamı paylaşır. Bax 22 manat olanlar var, 35 manat olanlar var. Bax buna bax. Fərqləri görünüşündə heç bir fərqləri yoxdur. Sadəcə altlıqlarının dözümlülüyündə, bir də üst parçalarında qiymət fərqi var ki, ən azı birbaşa istehsalçı qiyməti ilə satırıq sizə bunları. Yəni birbaşa istehsalçı qiymətindən, yəni təmiz dəridən olan, təmiz altlığı və parçaları dəri olanlar, hamısı parçası Türkiyədən gəlir bunların bizə. Yəni dərisi Türkiyədən gəlir. Gördüyünüz kimi rənglərinə bax. Götür rənglərini. Hər yerə elektrojoy rəngini atmış, xaç içinə, sarısına, açıq yaşıl, tünd yaşıl, biraz bozartlıq yaşıl. Adi nə bilim, kamerada tam düşmür. Zamış istəməsən bax belə olanları var. Yəni kamerada rəngləri tam düşməsə belə hər cür modelləri var. Yaxınlaşıb əldə edə bilərsiniz. Bunlara indi model olaraq model adı bunların tanınsın deyə, yəni biləsiniz deyə Lara Piano deyirəm də, yoxsa yəni Lara Piano kimdə biz olan yerdə? Nə olub bizim yerli istehsalımıza? Bəziləri lağ eləyib gülə bilər, amma nəysə başlatmaq lazımdır. Bir qığılcım lazımdır. Qalanını müştərilərimiz həll edəcək. Bax belə modellərimiz də var. İndi bunun adı nədir bilməm, mən buna qaloş deyirəm. Hamısında öz adımız var. Yaxınlaş 13 manat olanlar da var. Yəni onları göstərirəm. Onlar açıq dəri deyil də. İndi sözünüzü demək lazımdır. Onlar nabıqdır. Yaxınlaşın əldə edin. Girin səhifədə ən birinci video ünvanı yol videosu da hamınız gözləyirəm. Bunu